başlayacağıq biz daxili maye mühitimizdən. Daxili maye mühiti deyəndə aşağılar. Bu söhbət gedir. Deməli, toxuma mayesindən, sonra limfadan, sonra qan. Bunlar hamısı bizim daxili maye mühitimizdir. Plus sümük suda bura aid olacaq ki, o da daxili maye mühitimizi təşkil edir. İndi orqanizmdə dedik, həyat fəaliyyət zamanı hüceyrələr müəyyən iş görür. Bu zaman onlara qida maddələri və oksigen lazım olur. Hüceyrədə yaranan lazımsız məhsullar olur ki, bu lazımsız məhsullar da ifrazat orqanından atılır. Amma onu ifrazat orqanına aparan əlbəttə ki, nə olur? Qan olur. Ümumiyyətlə, ona görə də qan bizdə həyata keçirir bir çox prosesləri. Qanın insan orqanizmində həyata keçirdiyi proseslər qidalandırıcı, tənəffüs, ifrazat, müdafiə və tanzimləyicidir. Burada da onları sizə deməyə çalışır. Deyir ki, bax, deyir ki, toplanmış limfa mayesi, limfadan danışmayaq, limfanı sonra deyəcəm. Deməli, qanın əvvəlcə funksiyalarından danışaq. Qanın funksiyaları, qidalandırıcı funksiyası var. Deməli, bu görün burada ürəyə promo keçibdir, amma aşağılar belə olmaz. Belə olmaz. Onda gəlinməzsə biraz elə danışım ki, əvvəlcə qanın özündən danışaq. Deməli, dedik ki, qan ibarətdir nədən? Qan ibarətdir qanın plazmasından. Bax, belə deyək də, bu qan olsun. Qan ibarətdir qanın plazmasından və bir də ki, plazma. Və bir də qanın formalı elementlərindən. İndi burada pis yazdım mən. Amma deyil. Deməli, qanın plazması qanın 55-60%-ni təşkil edir. 55-60%-ni təşkil edir. Qanın formalı elementləri də əlbəttə ki, 40-45%-ni təşkil edir. 45%-ni təşkil edir. Biz gedirik qan analizi veririk. Qan analizi verərkən qanımızı belə bir flakonda qoyurlar sentrifuqa aparatına. Bu da onun başlığı olsun, flakonun başlığı. Sentrifuqa aparatına. Sentrifuqa aparatı qanın yüksək təzyiqlə belə qazan kimi bir aparatdır. Əslində siz özünüzdə fikir verirsiniz, görmürsünüz o aparatı. Fırladır. Qanı başladı fırlatma. Fırladarkən qan özü, bu onun başlığıdır. Qan özü başlayır 3 hissəyə ayrılır. Belə bir yuxarısı olur, orta hissəsi olur və aşağısı. Bəzən, uşaqlar, yəni 90% testlərdə 3 hissə olaraq düşür. Bəzən 4 hissə də verə bilər. Gəlin elə mən 4 hissə ilə izah edeyim. Siz 3 hissə ilə də deyəcəm necə yadda saxlayın. Qanın dibinə çökür onun eritrositləri. Orta bax bu hissədə olur onun trombositləri. Ondan sonra bax bu hissədə olur onun leykositləri və ən üstdə də olur plazma. Qanın çox hissəsi, yəni 55-60% plazmadır. Ən ağır hüceyrələr, yəni nətər deyilir, sıxlığı ən yüksək olan hüceyrələr eritrositlərdir. Sonra trombositlər, sonra leykositlər. Çox vaxt dediyim kimi 90%-lərdə belə bir flakon şüşəni qoyur, belə bir şey. Və 3 dənə belə çəkir. Səndən bunu soruşur. 3 dənə deyəndə artıq bura plazma olacaq, bura leykosit olacaq, burada eritrosit olacaq. Amma olar ki, trombosit 4 dənə olsa, birinci eritrositin üstündə trombositdir. Sırası budur yəni. Sonra bu şəkildə təşkil edir. Bax, bu qan bədənimizdə müxtəlif funksiyaları yerinə yetirir. Bax, məsələn, deyirik qidalandırıcı funksiya. Qidalandırıcı funksiya qana qida maddələrinin daşınmasıdır. Qida maddələri yadınızda qalsın, plazma ilə daşınır. Plazmanın tərkibində su var, glikoza var, qida maddələri, hormonlar, amin turşular, hər şey bax, plazmanın tərkibindədir. Ona görə qidalandırıcı funksiya sənin aid olacaq nəyə? Plazmaya. Tənəffüs funksiyası. Tənəffüs funksiyası oksigen qazını daşımaqdır. Oksigen qazını daşımaq eritrositlərin işidir. Eritrosit o boyda orqanoidlərini itirib ki, nə var, bir dənə oksigen daşıyacaq. Oksigen. Tənəffüs onda kimə aid olacaq? Eritrositə. Sonra ifrazat funksiyası. İfrazat funksiyası lazımsız məhsulları və plus da CO2-ni, yəni karbon qazını çıxarmaqdır. Ümumiyyətlə, yadınızda qalsın ki, karbon qazı plazma ilə daşınıb çıxarılır. Və lazımsız məhsullar da plazma ilə çıxarılır. Ona görə ifrazat funksiyası da qanın plazmasının bir funksiyasıdır. Müdafiə funksiyası. Müdafiə funksiyası deyəndə qanın laxtalanması və bir də düşən mikroorqanizmlərin zərərsizləşdirilməsini düşünəcəyik. Burada da əlbəttə ki, müdafiə kimə aid olacaq? Trombosit və leykosit.
Aiddir qanın müdafiə funksiyasına. Leykositlər zərərli maddələri tutub zərərsizləşdirir, trombositlər isə qanın laxtalanmasını həyata keçirir. Tənzimləyici funksiyaya gəldikdə. Tənzimləyici funksiya dedik ki, hormonlara aiddir və istilik tənzimə aiddir. Bayaq dediyim kimi, hormonlar plazma ilə daşınır. Onda tənzimləyici funksiyada plazmanın funksiyası olmuş olacaq. Bu şəkildə qanın tərkib hissələri ilə birlikdə onun funksiyalarını araşdırmış və öyrənmiş oluruq. İmtahana düşəndə, testlərə düşəndə də yəni çaşbaş qalmayın. Buna uyğun, bu biliklərinizə uyğun işləyin. Gəldik indi qanın dedik ki, tərkibi. Qan damarlarda hərəkəti, qanın tərkibi. Qanın tərkibi dedik ki, qan plazmasından və formalı elementlərdən ibarətdir. Həmə burada veribdir. Qan plazması 55-60%dir. Bura aiddir qan zərdabı və fibrinogen. Fibrinogen yadınızda qalsın zulaldır. Zülal. Unutmayın bunu. Gələcəkdə lazımımız olacaq. Zülal. Qanın formalı elementlərinə də aiddir. Eritrositlər, leykositlər və qan lövhəcikləri. Buradan bir şeyi yadda saxlayın ki və imtahana düşərkən də bir şeyə nəzarət edin ki, qanın sizə formalı elementi deyir, qan hüceyrələri demir. Sənə desək ki, aşağıda verilən qan hüceyrələri hansılardır? Sən avtomatik deyəsən ki, eritrositlə trombosit qan hüceyrəsidir. Eritrositlə leykosit qan hüceyrəsidir. Trombositlər isə qan lövhəciyidir. Lövhəciyi. Yəni, bunlar hüceyrə deyil, bunlar parçalanıb əslində. Lövhəcik şəklinə düşübdür. Nə deməkdir bu? Eritrosit tam bir hüceyrədir. Nüvəsi yoxdur. Leykosit tam bir hüceyrədir. Nüvəsi var. Qan lövhəciyi isə sümüklüyündə əmələ gəlir hüceyrə olaraq. Amma o ki, keçirir qanın damarına, kapilyarlara. Kapilyarlara keçərkən parçalanır. Bax, bu divar onu parçalayır və lövhəcik şəklinə düşür. Ona görə trombositlər lövhəcik adlanır. Baxın, burada kiçik lövhəciklər formasındadır. Qanın plazmasından danışanda, bax, göstərdiyimiz bax buydu. Bura plazmadır, bura leykositdir, bura isə eritrositdir. Bax, sizə də daimi bir şəkildə bu şəkil düşür. Yəni, imtahanda, məsələn, mən test salsam, mən də bu şəkillə salarım. Qanın formalı elementlərinin plazmanın içərisində yerləşir. Plazma təqribən plazmanın 90% sudur, amma özü qanın 55-60%-ni təşkil edir. Məsələn, sənə deyir ki, 5 litr qanda maksimum nə qədər su var? Nə qədər su var plazmasının tərkibində? 5 litr qanın plazmasının tərkibində maksimum nə qədər su var? Sən plazmanı 60%-dən hesablayarsan, deyərsən ki, plazma 55-60 deyildimi qanın tərkibində? Hə, 90% sudur. Ayso. Bax, ona görə bilirəm ki, orasını çaşırsınız həmişə. 5 litr qanın var sənin. 5 litr qanın plazmasında deyir nə qədər su var? Plazmasında nə qədər su var? Maksimum. Sən plazmanı maksimum götürsən 60%-dən. Deyirsən 3 litri bunun plazmadır. Bu 3 litrinin də 90% sudur. Yəni 2,7 sudur artıq. 5 litr qanın plazmasında 2,7 litr su var. Başa düşdünüz? Evet. Bax, məncə dimdə var belə məsələlər. Sonra, plazmada dedik ki, mineral maddələr, üzvü birləşmələr var. Plazma qida maddələrini hüceyrələrə çatdırır. Yağ kimi, yəni hüceyrələrə qida maddələri çatdırır. Dediyimiz kimi ifrazatda da iştirak edir. Daha doğrusu ifrazat məhsullarının daşınmasında iştirak edir. Formal elementlərə gəldikdə, dedik eritrositlər hüceyrələrdir. Nüvəsi yoxdur, heç bir orqanoidi yoxdur. Ortası basıq şəkildə bircə özü var. Sadəcə oksigeni daşımaq üçün daşıyır. Tərkibində deməli ferum 2+, yəni dəmir və 4 dənə globula zülalı var. Yəni hemoglobini var. Hemoglobin zülalı var. İlk dəfə yaranır sümüklüyündə, qırmızı sümüklüyündə. Sonra gedir dalaqda və qaraciyərdə parçalanır eritrositlər. Eritrositlərə qırmızı rəng verəni hemoglobin zülalıdır. Bəli. Hemoglobin daşıyıcı funksiya yerinə yetirir. O özünün oksigen qazını birləşdirir və al qırmızı rəng olur, arterial. Karbon qazı birləşdirəndə isə, yəni o ki qana karbon qazı birləşib, onda o venoz qanı olur, yəni tünd rəngi alır. Qanın ömrü 120 gündür. 120 günü 30-a bölsəm, eləyər neçə ay? 4 ay. Düzdürmü? 4 ay. Onda bir ildə insanın qanı neçə dəfə təzələnir? 3 dəfə.
aydan bir əslində qanımız nə edir? Təzələnir. Qan təzələnir, yəni sümüklüyündə yaranır və dövrana qoşulur. İndi sizə bir dənə belə bir sual. Kimə deyək? Rəna, sənə deyək. Rəna, mənə də görək, uşaq təzə doğulubsa, onun qan xəstəsi olduğunu neçə aylığında bilə bilərik? Yəni bu 4 aydan bir təzələnirsə, yəqin ki 4 aylığından sonra. Ay, sağ ol. Uşaq anadan olur, düppədüz. 4 aylığında bilirsən ki, bu qan xəstəsidir. Çünki 4 ayca qan təzələnməli idi, qan təzələnmir artıq. Çünki xəstədir. Bu belə, yəni talisemiya xəstəsi olduğunu o şəkildə bilə bilərik. Bir ildə də 3 dəfə qan təzələnir. Ümumiyyətlə, test suallarında da bundan istifadə edirsiniz. Bu belə, bu eritrositlər. Eritrositlər qırmızı sümüklüyündə ilk dəfə yarananda, bax elə bilin ki, bu bizim sümüyümüzdür də. Sümükdə ilk dəfə yarananda bu balaca hüceyrələr, cavan eritrositlərin nüvəsi olur. Bu yazıqlar gəlib qan damarına qoşulanda oksigen daşımalıdır. Bunların vəzifələri var, iş həyatı var, karyerası var. O karyera bunlara icazə vermir ki, nüvəni, orqanoidləri özündə saxlasın. Deyir ki, ya sənin orqanoidlərin nüvən, ya da mən oksigen. Bu da təbii ki, nüvəni itirir, nüvəsini həll edir öz daxili mühit təbiətində və saf, pak, heç nəsiz qoşulur qan dövranına, oksigen daşımağa başlayır. Neynəsin? Həyatda çörək pulu qazanmaq üçün o boyda nüvədən vaz keçir. Deməli, gəldik leykositlərə. Leykositlər dedik ki, yalançı ayaqlara malikdir, yalançı ayaqlara malikdir. Eyni amöbdə bildiyimiz kimi. Amöbün yalançı ayaqları misalı. Bunu bu arada demədim, bir kubda 4-5 milyon eritrosit var. Burada isə 1 kub millimetrdə 4-10 min leykosit var. Rəngsizdir, nüvəsi var. Bax, bunun nüvəsi var. Buna dünya hamıdan xoş. Nüvəsi var və bu da qırmızı sümüklüyündə yaranır. Amma qırmızı sümüklüyündən əlavə limfa düyünlərində də yarana bilər. Sonra badamcıqlarda da yarana bilər. Badamcıqlar, bu boğazımızın qırağındakı yekə deyilir, boğaz əti. Bax orada. Badamcıqlarda da yarana bilər. Sonra qırmızı sümüklüyündə yarana bilər. Bu şəkildə bir də timus vəzində də yarana bilər. Timus. Yaranır, bədəninizin immun reaksiyalarını tənzimləyir, yəni müdafiə funksiyasını həyata keçirir. Ömrü nə qədərdir? Ömrü insandan insana dəyişir. Bu insan tez-tez yaralanırsa, deməli onun bədənində leykositlər çoxalmış olacaq və ölüb çıxıb gedəcək. Yəni bir həftəyə bir də yaralanacaq, leykositlər öləcək. Amma bu insan gec-gec yaralanırsa, normal həyat tərzi keçirirsə, leykositlərin ömrü 1 ilə qədər də gedə bilər. Önəmli olan sənin bədəninin nə qədər tez-tez yaralanmağıdır. Müəllim, odur ki, insan bədənində leykosit miqdarı həddindən artıq artırsa, xərçəng xəstəsi olur. İndi onu keçəcək də. Hə, bizim bu dərsin sonunda o var. O dərsin o hissəsini izah edəcəm mən. Qan xəstəlikləri hissəsidir o. İndi deməli, deyir ki, qan damarlarından çıxır, orqanizmə düşən yad cisimcikləri yalançı ayaqları vasitəsilə fagositar proseslə, yəni fagositozla udur. Fagositoz da ilk dəfə İlya Mechnikov kəşf eləmişdi. Bu da oldu leykositlərimiz. Yadınızda qalsın, bunun əsas yadda saxlamaq hissəsi odur ki, nüvəsi var. Nüvəsi varsa biz, məsələn, eritrositdə xromosomu görməliyik, amma leykositdə xromosomları görə bilərik, çünki nüvəsi var. Gəldik trombositə. Trombositlər qan lövhəcikləridir. Hüceyrə deyil, lövhəcikdir. Əvvəlcə hüceyrə olubdur sümüklüyündə, sonra damardan içəriyə keçərkən bu da parçalanmağa məruz qalıb. Eyni bizim eritrosit kimi. Özündən, nə deyirlər, ödünç veribdir. Təqribən 150-400 min olur. Sümüklüyündə yaranır. Ömrü 7-10 gündür. Bunun ömrü dəqiqdir. 7 ya da 10 gün yaşayır. Qaraciyər dalaqda parçalanır. Trombositlər qanın laxtalanmasını təmin edir. Qan yadınızda qalsın. 3-8 dəqiqə müddətində laxtalanır. Və qan laxtalanarkən, bax bu trombositlər fibrinogeni, bayaq fibrinogen keçdiyi biz plazmanın tərkibində. O fibrogeni fibrinə parçalayır. Fibrinə. Bu da fibrinlərdən tel şəklində gəlir bizim o qətmək deyirik yaran üstündə. Bax, onlar əmələ gətirir. Və bu şəkildə qan laxtalanır. Və qaraciyərdə dalaqda da parçalanır bunlar. Ümumiyyətlə, yadınızda qalsın, insanda qan hüceyrələri qaraciyərdə və dalaqda parçalanır. Bu belə. Burada kimdən danışır?
Hə, bir də ki, uşaqlar, normal insanın bədəninin 8% qandır. 8% qandır. Məsələn, mən 43 kiloyam. 43-ü bölürsən 100-ə, vurursan 8-ə. 8 dəfə 3-üm 4, 5 yadda. 8 dəfə 4-üm 32, 5 də yadda. 4. Aysı. 344. Yəni ki, mənim bədənimdə bu dəqiqə 3,40 litr, belə 3,5 da, belə 3,5 qan var. Normalda 5 litr olmalıdır. 75 kilodan hesablayırıq çünki. Normalda 5 litr qan olmalıdır insanda. Belə. İndi gəldik qanın funksiyasını dedik. Gəldik qan dövranı. Böyük qan dövranı ola bilər, kiçik qan dövranı ola bilər. Böyük qan dövranı deyəndə orqanlarla ürək arasında olacaq. Kiçik qan dövranı deyəndə ağciyərlə ürək arasında olacaq. Bir dənə bu cümləni bilin. Qalanın ürəyə keçəndə keçəcəm onsuz da. Buranı əzbərləməyə ehtiyac yoxdur hələ ki. Deməli, gəldik limfa sistemimizə. Limfa sistemi bir ucu kör qurtarır. Bax, bu şəkili qoyun, yaxınlaşdırın, baxın. Baxın, görürsünüz, bunun bir ucu, bax bu ucları kör qurtarır. Digər ucu isə qan damarlarına daxil olur. İndi limfa sistemimiz elə bilin ki, bədəndəki yağ və yağda həll olan maddələri toplayır və deyərsən ki, toxmadakı mayəni qana qaytarır. Yəni toxmalardakı maddələri, tutaq ki, məsələn, yemişəm yağlı bir qida, o yağ birbaşa qana keçmir. Birbaşa qana keçmir mədədən, keçir limfaya. Limfa o toxmadakı yağı yığır özünə, aparır, düz, bax, buradan körpücüyaltı venaya. Və körpücüyaltı venadan da tökülür yuxarı boş venaya. Bu şəkildə yuxarı boş venada artıq qan damarıdır da. Qan damarına qoşulur, həmin o yağ mənim qan damarımda hərəkət edir. Ona görə də, məsələn, yediyimiz qida maddələri, tutaq ki, mən A vitaminli bir qida yemişəm, toyuq yumurtası yemişəm, tutaq ki, tərkibində A vitamini çoxdur. O tərkibində olan A vitamininin ilk gördüyü orqan ürəkdir. Normalda orqan olaraq qaraciyərə getməli idi, həzm prosesinə görə. Amma A vitamini, D vitamini, E və K vitaminləri ilk olaraq gördüyü orqan ürəkdir. Çünki yağda həll olan vitaminlərdir və bunlar qaraciyərə getməz. Limfa ilə gedər ürəyə. Eyni şəkildə də xolesterin, yəni yağın. Yağ da qaraciyərə getməz, ürəyə gedər. Ona görə insanın piylənməsi birinci ürəkdən başlayır, uşaqlar. Çünki yağlı limfa aparır ürəyə. Bu da belə. Sonra qanın damarlarından danışmaq istəyirəm. Damarlarından. 3 dənə damar var. Arteriya, vena və deməli kapilyer damarları. Bir dəqiqə, görün burada demir deyəsəm. Deyir, şəkli də vermişdi. Necə demir? Limfa sistemi burada qəşəng izah edib. Ürəyə keçəndən sonra ara verəcəm, oxuyarsınız. Limfa ilə immuniteti. Deməli. Qan damarlarını deyim buradan onda. Siz elə öyrənin. Qanın damarlarına. Qan damarları 3 dənədir. Kapiliyarlar var. Vena damarı var. Və arteriya damarı var. Arteriya. İndi kapiliyarlar ən kiçik damardır. Burada sadəcə bir qatlı epiteldən ibarətdir. Qatlı epiteldən ibarətdir. Vena damarları böyük damarlardır. 3 dənə qatdan ibarətdir. 3 qatı var. Xaricindən birləşdirici, daxilində saya əzələ, ortasında daha doğrusu. Ən daxil hissədə isə yenə bir qatlı epiteldir. Arteriya da yenə onun kimidir. Siz nəyə qarışdırmayın? Bunu deməyimin məqsədi nədir? Yəni, ürəyə biz keçəndə sizə əsas nə lazım olacaq? Bu kapilyer heyət şəbəkədir. Kapiliyarlar əlimizdə, qolumuzda, hər yerdə kapiliyar var da. Orada əsas odur ki, oksigen-karbon mübadiləsi geçsin. Mübadilə varsa kapiliyar var. Vena ilə arteriya gəldikdə. Vena damarı ürəyə qanı gətirən damardır. Gətirən. Arteriya damarı ürəkdən qanı çıxaran damardır. Çıxaran. Venoz qan kirli qandır. Kirli. Kirli dediğimiz yani CO2'li. Arteriyal qan isə təmiz qandır.
qan, yəni oksigenli. Bax, sizdən tək istəyim, bax bu 4 dənə cümləni bir-birindən aid edəcək bir şəkildə beyninizdə öyrənin də, müəyyənləşdirin. Mən vena damarı deyəndə də avtomatik mənə deməyin ki, müəllim, karbon qazlı damar. Karbon qazlı damar deməyin mənə. Deyin ki, vena ürəyə qanı gətirən damardır. Mən desəm arterial qan, siz deyin ki, müəllim, oksigenlidir. Da deməyin ki, ürəkdən qan çıxdı, neynədir? Oca arteriya damarıdır. Arteriya damarı ilə arterial qanı, vena damarı ilə də venoz qanı nədir? Fərqləndirə bilin ki, dərsi öyrənə bilək biz. Çünki bunların hamısı əslində iç-içədir, bir-birindən qarışıqdır. İndi mən vena damarı ürəyə qan gətirəm. Yox, bax, qarışdırma. Vena damarı ürəyə qanı gətirəndir, amma bütün venaların içində venoz qan yoxdur. Desəm vena damarı nədir? Denən ki, ürəyə qanı gətirəndir. Desəm bəs venoz qan nədir? Deyəsən ki, venoz qan karbon qazlı qandır. Ayrı-ayrı şeylərdir. Yaxşı? Yaxşı, alışmışdım. Məsələn, desəm ki, arteriya damarı nədir? Ürəkdən qan çıxaran. Çıxaran. Arterial qan nədir? Təmiz qan. Oksigenli qan, təmiz qan. Əla. Biri qana aiddir, biri damara aiddir. Damarla qan eyni şeylər deyil. Fərqi iç-içədə mi ayrı-ayrı şeylərdir. Sizdən xahişim, yəni bunu tək bir şey, bax bunu öyrənməyinizdir. Bu fərqliliyi öyrənin ki, biz dərsi keçəndə başa düşün. Sonra gələk, burada başqa bir şey də var idi. Qan qruplarını deyim. Qan qruplarını. Bir də onu öyrənəyin. Deməli, uşaqlar, qan qrupları, antigenlər var. Çox oldu dərsimiz, yox. Antigen. Bir də var antitel. Tel. Həqiqətən xəttim o qədər pisdir ki, yəni artıq özüm öz xəttimi qəbul edəmirəm. Belə yazım da. Yox, olmadı. Nəysə, gen yazıram, bir dənə tel yazıram, siz başa düşün ki, antisi var qabağında. Gen, tel. Bunun ikinci adı da var. Bu antidir də bunun qabağındakı antilərdir söz. Deməli, bunun ikinci adı da aglutinogen var, bir də aglutinin var. Aglutinogen və aglutinin. Bu aglutinogendir. Gen. Bir də burada var aglutinin. İndi dərsə başlamamışdan qabaq sizə bir şey deyim. Aglutinogen və yaxud da antigen. Aglutinin və yaxud da ki antitel. Bunlardan eyni hərflilər üst-üstə düşəndə aglutinasiya baş verir. Aglutinasiya. Məsələn, aglutinogen A ilə aglutinin A üst-üstə düşdüsə başlayacaq olacaq aglutinasiya. Aglutinasiyada qanın çökməyidir. Qan qapqara rəng alır, aglutinasiya və çürüyür də, belə deyək. Qanın çürüməyidir. Süd çürüyü kimi qan çürüyür. Aglutinasiya. Aglutinasiya baş verir. İndi burada bir dəqiqə qoyun. Burada qanın qruplarını necə müəyyən edirsiniz? Bax, qan qruplarından bizim 4 dənə qan qrupumuz var. Birinci qan qrupu, ikinci qan qrupu, yaxud da deyirik A qan qrupu, üçüncü qan qrupu. Türklər bunu qəşəng deyir. Türklərin dediyindən o qədər qəşəng izah eləmək olur ki, B qan qrupu və dördüncü qan qrupumuz AB qan qrupu. Deməli, qana adı verən, yəni bunun adı, vəsiqəsindəki ad, genin adıdır. Birinci qan qrupuna biz deyirik 0 qan qrupu. Çünki bunun geni 0'dır. Amma bu gen 0'dırsa, deməli bunda T'də rahatçılıqdır da. T'nin A'sı da var, B'si də var. Antitelin. İkinci qan qrupuna deyirik biz, bunun vəsiqədəki adı A'dır. Geni deməli bunun nədir? A'dır. Geni A'dırsa, avtomatik antitel A ola bilməz. Demişdik ki, bunlar birləşəndə aglutinasiya, yoxsa bu qan ümumiyyətlə var ola bilməzdi. Ölüb çıxıb getmişdi həmin adamlar. Deməli, bunda tel nədir? Avtomatik B'dir. İndi sən mənə denən, ay Fidan, əgər bunun adı B'dirsə, B qan qrupudursa, yəni 3-cü qan qrupudursa, onda bunun antigeni nədir? A. Niyə? Adı B'dir axı. Demədik ki, A olan da B olur. O teldəydi. Adı verən demişdim gendir. Buna ad qoyanı? Adı B'dir, özü də B'dir. Adı B'dir, özü də B'dir. Adı B'dir, özü B'dirsə,
Antiteldən, yəni bunun ordusu, düşməni kim ola bilməz? A. B ola bilməz. Orada avtomatik olacaq A. Bu antitel sanki bədənimizdə ordudur, polisdirlər. Bu genlərdə sanki elə bir ki, əhalidir də. Eyni adda olanda vurub bunu öldürür. Müxtəlif ad olmalıdır. İndi 4-cü qan qrupunun adı A-RNA. AB-dirsə, geni onda nə olacaq? Elə o da abi. AB. Onda tel nə olacaq? İndi 0. Heç nə qalmır da. A düşsə öləcək, B düşsə öləcək, demək 0. Başa düşdünüz bunu? Bəli. Gəlin indi bu yuxarını silin, mən deyim sizə, siz deyin. Deyir ki, antiteli. Antiteli B-dir. Kimlərdə? B-də. B-də antiteli B olsa ölüb çıxıb gedər axı. B-B-yə nə tərküsün? A-da. Deməli, A qan qrupunda. Yəni, ikinci qan qrupunda. Plus, bir də yadınıza düşürsə, 0 qan qrupunda, yəni birinci qan qrupunda da heç nə yox idi. Ona görə B antitelini rahat deyə bilirdim onu. Sonra antitel A'dırsa, onda bunun antigeni nə olacaq? B. B və ya da 1. A-sı 0, 1. Başa düşdünüz bunu tam? Mən indi başa düşdüm. Hə, Ayrana, sən də başa düşdünmü? Bax, 0 qan qrupu adsız qan qrupudur. Adsızsa gen də 0-dır. Gen 0-dırsa tel üçün rahatçılıqdır. AB ikisi də var. A qan qrupu ikinci qan qrupudur. Deməli geni A'dır. Teli onun əksidir, B'dir. B qan qrupu üçüncü qan qrupudur. Deməli geni B'dir bunun. Adı B'dir axı, geni də B'dir. Teli isə onun əksidir, A'dır. Sonra AB qan qrupunun geni AB-dir ki, adı da AB-dir. Teli avtomatik 0 olacaq. Çünki burada heç kim icazə vermir o qala. Anladınız bunu? Bəli. İndi Yəni genlə antitel eyni adlardır. Elə oldu. genlə antitel eyni adlar ola bilər səncə? Yox. Yox. Genlə antigenlə antitel, antigenlə anti yazaq bura. Antigenlə bir-birinə əks olmalıdır ki, elə bir yerdə dura bilsinlər. Bəli. Aha. Genlə öz adı, qanın öz adı genlə eynidir. Hədə mən də onu deyirəm. Hə, sən antitel dedin ona görə. Antitel isə bunların əksi olmalıdır. Başa düşdüm. Başa düşürsən Rana dediklərimizi? Hə, mən bilmirəm. Əla. Onda mənə de görüm. Üçüncü qan qrupunun adı nə oldu? B idi. B idi. Geni nədir? O da B idi. Bəs teli nədir? A'dır. A'dır. Afərin. Dördüncü qan qrupunun sən denən Fidan. Adı nə idi? AB. 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 Geni nədir? 0. Niyə? Adı gen vermirdi. Geni də AB idi. Antitel 0. 0. Əla, öyrəndiniz qəşəng. İndi gələk görək qanı kimə verə bilər. Bax, birinci qan qrupunun geni 0-dır. Gen 0-dırsa elə, bura A da gəlsə dalaşmağa adam yoxdur. B də gəlsə dalaşmağa adam yoxdur. AB də gəlsə. Ona görə birinci qan qrupu hamıya qan verə bilir. Hamıya. Yaxşı. Belə. Hamıya qan verə bilir. Amma ikinci qan qrupu avtomatik. İkinci qan qrupu. Dedik. İkinci qan qrupunda isə A var. A var deyinə, o özünə qan verə bilər. Çünki onsuz da burada A yoxdur. Amma 3-ə qan verəməz. Görürsünüz, 3-də bu A bunu oturub gözləyir. Birləşən kimi çökəcək bu qan. Ona görə 3-ə qan verə bilmir. 4-ə qan verə bilirmi? Verə bilir. 1-ə qan verə bilərmi Fidan? 3 yox. 2. 2 1-ə qan verə bilər. Yox, göstərmir bax. Göstərməyə baxma, məntiqin. Aşağıya baxma. Sən bu yuxarıda mənim qara xətlə çəkdiyimə bax. Bir məntiq olaraq denən ki, bax, tutaq ki, elə sənə oxla əzbərləmsən bunu. Deyir ki, adam yoxdur. 10-a verə bilər. 3-ə verə bilər, 2-3-ə verə bilər. 2 hansına verə bilər? Mənim başım qaçdı. Onu deyirəm də. Ay Allah. Bu ağ vərəq elə yerə çəkmişəm. Bax, tutaq ki, elə belə deyək. İkinci qan qrupu, birinci qan qrupu, üçüncü qan qrupu, bu da dördüncü qan qrupu.
Bunda geni nədir bunun? Geni 0'dır. Bununki A'dır. Bununki B'dir. Bununki de AB'dir. T'li nədir bunun? Bu gen. T. Bununki AB'dir. Bununki B'dir. Əksidir də. Burada da B'dirsə, burada A'dır. Burada da 0'dır. Mən deyirəm ki, bax birinci qan qrupu. Görsən gen boşdur. Gen boşdur deyin. 4'ünə də verə bilər. İndi gələm ikinci qan qrupu. İkinci qan qrupunda A var. Deməli A olanlara verə bilməyəcək. Yaxşı. Hə, başa düşdüm. Üst-üstə düşə bilməz axı. Bəli, mən 2 ilə 4-ə verə bilər. Aysə ancaq 2-yə verə bilər, 4-ə verə bilər. Sonra üçüncü qan qrupu B'dir. Rəna, üçüncü qan qrupu səncə 2-yə qan verə bilər? Yox, ikisi də beydir. Aysə, üçüncü qan qrupu 1-ə qan verə bilər? Hə. Niyə? Yox. Bu B Yox, var. bir. Verənməz. Deməli 3 kimə qan verəcək artıq? Özünə, bir də kimə? 4-ə. Bildiniz? Bəli, mən. İndi baxıram 4-ə. 4 1-ə qan verə bilər? Xeyr. Xeyr, A'sı var, B'si var. 2-yə qan verə bilər? Xeyr, 3-ə də verəməz. 3-ə də verəməz. Çünki elə B də var, A da var. Bunlar bunu çöktürəcək. Bir dənə özünə verəcək. Nə simic qandır bu? Hamıdan alır, bir dənə özünə verir. Belə. Başa düşdünüz? Bəli, mən. Bunu tam anladınız mı? Çünki bu suallar sizə indi yox, gələcəkdə ontogenezi keçərkən, yox, ontogenezi genetikanı keçərkən lazım olacaq. Genetikada sizə 2 dənə adam verəcək və çarpazlaşdırıb aglutinasiyaları soruşacaq. Bunu bilməsəniz Mənim- bunu yazamıyasınız. Birinci qan qrupu bütün qanlara verə bilər də. Bəli, birinci qan qrupu bütün qan qruplarına qan verə bilməz. Çünki verə bilər. Çünki burası boşdur axı. Boşdursa elə B də gələr burada tapmaz adam, A da gəlməz. Boşdur da bu adamda konkret. Bildim, mən başa düşdüm. Belə bir rahatçılığı var. Plazmada isə bunun əksinədir. Ümumiyyətlə uşaqlar yadınızda qalsın. Bu həyatda da, bizim biologiyada da, bədənimizdə də heç nə qarşılıqsız deyil. Biri birinə bir yaxşılıq eləyirsə, onun qarşılığını mütləq bir şəkildə alır. İndi bu sənə birinci qan qrupu. Hamıya qan vermişdi axı. Düzdür? Əvəzini ondan alacaq plazma. Deməli, bütün qan qruplarından plazma alan qanımız kimdir? 1. Dördüncü qan qrupu kimə qan vermişdi? Heç kimi. Heç kimə. Özünə. Özünə təkcə. Deməli, plazmanı bir dənə kimdən ala bilər? Özünü. Özünün. Üçüncü qan qrupu kimə qan vermişdi? Üçüncü beydi də. 4'ə, Bir də özünə. Ayso, 4'ə, bir də özünə. Deməli, plazmanı kimdən ala bilər? 4-dən bir də özünü. Ayso. Başa düşdünüz bunu da? Bəli. Əla. Əla, əla. Bu qan qrupu biraz çətin idi, amma öyrəndiniz. Bilmirəm, orada məsələlər varmı bu haqda? Ata ilə ananın qan qrupu. Amma onu mən sizə indi öyrətmək istəmirəm. Çünki siz hələ çarpazlaşdırmanı, monohibridli, hibrid keçməmisiniz. Bir də rezist faktor var. Hə, deməli uşaqlar, Landsteiner, bax bu kişi, birinci, ikinci, üçüncü qan qrupunu kəşf edir. Plus da rezist faktorları, mənfi müsbət qan qrupunu kəşf edir. Bundan sonra Yanski, Çinli bir alim. Yanski də 4-cü qan qrupunu kəşf edir. Bir dənə Yanski 4-ü kəşf edir. İndi rezus faktor nədir? Rezus faktor bu qanlardan fərqli olaraq, yəni qanlardan nə deyirlər o, asılı olmayaraq birinin o birinə qan verməmə xüsusiyyətini təyin edir. Məsələn, biz normalda deyirik ki, 3-cü qan qrupu özünə qan verə bilər. Amma elə ola bilər ki, özünə qan verə bilməsin. Nə vaxt ola bilər? Əgər müsbət qan qrupudursa, yalnız müsbətə qan verə bilər. Mənfi qan qrupudursa, həm müsbətə, həm mənfiyə qan verə bilər bu adam. Məsələn, 3-cü müsbət qan qruplu adam sadəcə 3-cü müsbət qan qrupuna qan verə bilər. Və eyni şəkildə də sadəcə 4-cü müsbət qan qrupuna qan verə bilər. Amma 3-cü mənfi qan qruplu adam həm 3 müsbətə qan verəcək, həm 3 mənfiyə qan verəcək. Eyni şəkildə həm müsbət 3-ə, 4-ə, həm də mənfi 4-ə qan verəcək. Yaxşı. Bu müsbət mənfi nə deməkdir? Müsbət mənfi qanımızda, bax elə bir ki, eritrositlərimizdə alfidən. Eritrositin quruluşu belədir. Bu eritrositlərimizdə qan qruplarını təyin edən belə bir genlər olur. Tutaq ki, belə bir gen olsun. Bu bir A geni olsun, bu da B geni olsun.
Hər iki gen var deyə mən deyirəm ki, bunlar AB qan qrupudur. Yəni 4-cü qan qrupu. Bir də baxır ki, araşdırmacı. Burada bir əlavə də bir dənə gen var. Belə bir xırdalanmış bir dənə də gen var. Bu da D genidir. D+. D geni varsa, bu müsbət qan qrupudur. AB müsbətdir. Amma D geni yoxdursa, yəni qana baxarkən biz bu D genini görmürüksə, onda bu mənfi qan qrupudur. Yəni AB mənfidir. Bilmem. Bir genin orada varlığı, yoxluğu bax belə işi dəyişir. Bir dənə D+ geni var. D geni. D geni varsa müsbətdir, yoxdursa mənfidir qan qrupumuz. Belə. Bu da belə getdi, bu da belə getdi. Qan köçürmələrdən də belə istifadə olunur. Müsbət müsbətə qan verir, mənfi həm müsbətə, həm də mənfiyə qan verir. O qızıl qan deyirlər, 0 mənfi qan qrupu. Birinci qrupun mənfisi. Buna qızıl qan deyirlər. Çünki bu hamıya qan verə bilir, hər kəsə, özünə də. Demək olar ki, yəni elə bir qan qrupu çıxa bilməsin ki, bu verməsin. Qızıl kimidir. Amma özünə heç kim qan verə bilmir. Özünə bir dənə özü qan verə bilir. Yazıq. Belə insanlar dünya əhalisinin çox az bir qismini təşkil edir və çox tez də həyata vəda edirlər, bildiyim qədər. Deməli, yəni qan axma vəziyyətində də. Sonra buradan nə qaldı? Heç nə. Deməli, haranı oxuyursunuz, nəyi oxuyursunuz? Oxuyursunuz, mən bu dediklərimi, əzbərləyirsiniz əlavələrimizi. Yorulmayan mühərrik oxumayın. Daxili maye mühitimiz hissəsini oxuyun. Buranı oxuyun. Buranı oxuyun. Sonra mühərrik heç. Buranı oxuyun. Təbii ki, bura. Böyük və kiçik qan dövranı qida maddələrini çatdır. Buna oxumayın. İzah eləyəcəm onu hələ. Limfanı oxuyun.